Salam dostlar, hər vaxtınız xeyir. Bugün Brawl Stars oynayırıq uşaqlar. Nə vaxtdan uzun video çəkmirdim və bugün uzun video çəkməyə qərar verdim. İndi isə gördüyünüz kimi bunumuz 859 kupadır və biz bunu bugün 45 rütbə eləməyə çalışacağıq. Allah Allah. Ciddi misin oğlum? Xəritəmiz Kafadayası dərəsidir. Öncəliklə bunu oynamadan əvvəl təzə güncəllənmənin gec də olsa tanıtımını edəcəm. İndi kredi yoluna girəcək və gördüyünüz kimi Case adlı bir karakter gəldi oyuna. Uşaqlar, bu çox amma çox güclü bir karakterdir. Abartma. Mən hər dəfə qarşıma çıxır və əfsanə və çox güclü bir karakterdir. Arka planı əvvəlki oyuncular bilər, kromatik karakterlər var idi və onun arka planını çəkiblər. Həmin Case'in arka planını ultra əfsanəvi bölümünə aiddir. İndi isə biz bu karakterləri denəyəcəyik. Eğitim alanına giririk. Bunun uşaqlar aksarı ilə də məsəl üçün özəllik dəyişdirəbilir. İndi gördüyünüz kimi özəllik dəyişdirdim. Belə olanda karakter yavaş gedir, amma mənzili uzayır. Amma belə moda keçəndə isə yaxın mənzilə keçir, amma çox da sürətli olur. Hyper şarjını deyək. Bu modunda hyper şarj belədir. Ümumiyyətlə o ultisi bunun düşmənlərin heç bir şey eləyə bilməməsinə, yəni saldırı eləməməsinə, ulti atanmamasına sağlayır. Hyper şarj bilməyənlərə özəlliyə yarayır. Bu modunda da ultisi sürətli getməyə yarayır deyəsən. Bunun hyper şarjla ulti atanda isə çox güclü bir gediş yaranır və bu gedişdə bəzi düşmənlər ölür. Gördüyünüz kimi karakterin tanıtımını elədim. Karakterin görünüşü çox amma çox gözəldir. Bu modunda isə normal, sakin, Yapon sakininə oxşuyur. Bu özəlliyində isə həm rəqibin ateş etməməsinə və ulti atanmamasına sahib, həm də xəsarət verir. Başa düşdüm. İndi isə çıxaq. Təzə Brawl Pass gəlmişdi uşaqlar və bu Brawl Pass'dəki Edgar'a gələn Shin Edgar kostümündə denəyək. Eğitim alanına girək. Girəmədim. İndi girəm. Görünüşsə uşaqlar, Shin Edgar'ın görünüşünü mən elə bəyənmədim. Abart olub biraz. Vuruş effektləri və ulti effekti çox amma çox qəşəngdir. Belə də götürsək, belə də destans kostümü üçün lazım olan hər şey var bu kostüm daxilində. Buna puanımı versəm, onda 7 verərəm ən çox. Shin Edgar'a mən kostümündən puanım tam olaraq onda 7. İndi isə buradan çıxış edək və oyunumuza başlayaq. Gördüyünüz kimi bunumuz 43 rütbə, 859 kupa, 11 səviyyə və bütün hər şeyi açılmış vəziyyətdədir. Kostüm də easy. Bir öncə dükana girək. Dirəksiz 62 XP-mizi alaq. Evet. Kasbı malı. Nəysə, girək bura və oyunumuza başlayırıq. Oyunumuza başlamadan öncə uşaqlar videomuza like atıb abone olmağı unutmayın. 10 like'dan sonra videoların davamı gələcəkdir. İndi isə oyunumuza başladıq. Gördüyünüz kimi yuxarıdan Mortis gəlir. Amma Mortis məndən qorxur. Yanıma gələnmə. Amma Croc məndən qorxmaz. Uzaqdan atar. At. At. At görüm. Hakikaten de atır. Mammalı değil ya da.
Uzi bir geldi. Case geldi uşaqlar, case. Allah'ım. Bir yüklə həyatda qalmağa çalışıram. Gördüyünüz kimi rəqiblər də elə bəbəşə və rəqiblər deyil də. Görmüsünüz adı Killer HD. Yəni belə ad olar qardaşım. Sən adam öldürəndə HD ilə öldürsənə. Gördüyünüz kimi vuranmır məni. Qolsuzdur deyəsən Spike. Dokunma gel de gel. Dokunma gel. O kolum var imiş. Ben sür istəyirəm. Vay öləcəm. O uğraş. Bir bırakın ana. Olur iyi. Ölsəkdə 4-cü olacaq. Krop bura gəlsin sən anana qədər. Gəlmə. Və sürpriz bir şəkildə şanslı hesabın çıxartdı. Mendy ilə onun hyper şarjı ultisi ilə öldü və Krop mənim intikamımı alaraq onu öldürdü. Çıxış edək. 4 kupa gəldi. Yox ha 7 kupa kazanma serisi də var bizdə. Elə adamda öyləyəriz. Neyse lobby'ye döndük. Tekrardan oynayaq. Videonun axırına kimi oynayacağıq uşaqlar. Videonun axırına kimi. Başqa konsept yoxdur da. Girdik oyna. 10 dənə döyüşçü var. İkisi qarşıma. Qalanlı tester. Səbirlə gözləyirik. Və o qaçıb getdi. Yük dağılaq gedir. Buradakı yüklər abi ortaya girsin. Yaman zor olar. Yer rədd olaya bilir. Qarşımızda söz var. Sözdə aldırış etmədən biraz geri çəkilib qabağa gedir. Qarşımızda Spike Kaplan olur. Tikanlı Kaplan. Ooo, Kaplansa nəsə Spike. Sörcün adına bax. Reja nə bilim nə bu. Vay, buranın kralı mənə. Rədd ol buradan Sörc. Öldürərəm səni. Öldürəm. Bir dəfə də vursa deyə ulti doğacaq. Hakimiyyət yerinə keçdi. Kaplanı burada sıxışdıracaq. Ultisini atsa gedə biləcək. Ultisini atsa mənə də öldürə bilər bu arada. Sən digər Spike'dan da elə bir qolsuzsan. Haratsa. Divara atır, divarı öldürmeye çalışır. Gördüğünüz gibi bu diğer Spike'dan da golsuzdur. Buradan hemen Poco'nu öldürmeye çalışacak diye de özümüz öləcəyik. Poco'ya bak. Poco'nu da Edgar öldürdü. 7 yüklü Edgar. Korkur sözün üstüne gelmeye. Ama ben qorxmuram eşinədən. Hoppa, Spike belə getdi. Qabağımızda Sörclə Edgar var. Edgar Sörcün ulti atmasını və onun üstünə ulti atmağı bekləyir. Aynen. Aynen. Gördüğünüz kimi Sörc onun ağzına buluyor. Və biz də Sörcün ağzına buluyor. Birinci oluruq. 45 rütbə elədik. Videonun 9-cu dəqiqəsində tam 45 rütbə bu arada. Videonun 9-cu dəqiqəsində Bulud 9 rütbə eləməyə, 45 rütbə eləməyə başardıq. Uşaqlar, videomuza like atmağı, abunə olmağı və yorum yazmağı unutmayın. 10 like-dan sonra Brawl Stars videoların davam gələcək. Xoşça kalın.
Bay bay.